Salam, vaxtınız xeyir olsun. Bugün sizinlə mimoza salatı hazırlayacağıq. Mən toyuq sinə ətini öncədən qaynatmışam və blenderlə bu formada çəkirəm. Bu zaman dən və daha xırda olur. Sonra kartofumu rəndələyirəm. Boşqabımı bu cür mayonezləyirəm ki, oradan çıxanda rahat çıxsın. İlk öncə kartofu əlavə edib presləyirəm. Sonra üzərinə duz, istiot. Sonra üzərinə mayonez töküb yayıram gözəlcə. Bunu hər qatda eləyirəm. Və məncə qatların da önəmlidir. Yəni qatların düzgün yerləşdirilməsi salatın dadına xüsusi gözəllik verir. İlk öncə kartof, sonra ət, sonra yumurta, sonra isə kök. Hər birini elədikdən sonra onun üzərindən bastırıram ki, gözəl, kəsərkən gözəl olsun. Sonra üzərinə Holland pendiri tyorkanın xırda gözündən keçirib üzərinə və qıraqlarını da